Deməli, iki qat arqumenti, yarım arqumenti danışmışdıq. Yarım arqumentini danışmışdıq da. Bəli. Bir dənə cəmin fərqin hasilə çevrilməsi və hasilin cəmə çevrilməsi düsturları. Bu hissədən hasilin cəmə çevrilməsi əsasən blok imtahanına düşür, buraxılışda düşmür. Amma cəmin və fərqin hasilə çevrilməsindən suallarla rastlaşdığımız olub. Çünki o sadələşdirmələr asandır deyə ona aid suallar görmüşük buraxılış imtahanında da. Məsələn, buraxılış qrupuna da oradan seçib suallar vermişəm. Deməli, düsturları, trigonometriyada birinci düsturları əzbər bilmək lazımdır. Hamısını ki. Sonra da düsturları misallarda görənə. Çünki bir misalın daxilində bayaq da görürüz ki, bir neçə qayda tətbiq oluna bilir. Deməli, necə? Yox. Davam edirəm də. Bəli, var. Sən vərəq verməmişəm, hə? Trigonometri vərəqi verərəm. Deməli, cəmin hasilə çevrilməsi. Bu cəmin hasilə çevrilməsi eyni adlı trigonometrik funksiyalar üçündür. Yəni, sinusdan sinusun cəmini, kosinusdan kosinusun cəmini və ya fərqini. Buralarda müəyyən bir qanuna uyğunluq var. Gərək o qanuna uyğunluqları tutasan ki, elə əzbərləyəsən. Yəni, məsələn, sinusların cəmində sinusdan kosinusun hasilidir. Sinus da bucaqların cəminin yarısıdır. Kosinus da bucaqların fərqinin yarısıdır. Sinusların fərqi olan düsturda isə sinus da bucaqların fərqinin yarısı, kosinus da isə bucaqların cəminin yarısıdır. Buna uyğun olaraq yadda saxlamaq olur. Kosinus alfa vurulsun kosinus beta. Burada hər iki vuruq kosinus olur. Bir dəfə bucaqların cəminin yarısı, bir dəfə də bucaqların fərqinin yarısının kosinusu. Kosinusların fərqində hər iki vuruq sinus olur. Bir dəfə bucaqların cəminin yarısının sinusu, bir dəfə isə fərqinin yarısının sinusu. Bir də bunun qabağında mənfi var. Sonra tangeslərin cəmini və fərqini çevirəndə bu əslində elə tangesi sinus bölü kosinus yazaraq ortaq məxrəcə gətirməklə alınan bir düsturdur. Məxrəcdə olur kosinus alfa, kosinus beta, sürətdə də sinusun toplama düsturu. Bəli, bunların hamısını keçmişik. Hamısını bir-bir işlətmişəm. Hamısını bir-bir izah eləmişəm misalları. Trigonometri keçməmişsən? Deməli oxumamışsın. Yəni, ola bilməz ki, o dediyin müəllim qaydanı PDF şəklində verir də sizə bir kitabça şəklində, düzdür? Adil müəllimin verir, İndi də verir, uşaqlar var, mən məktəbdə görməklər verir. İlin əvvəlində uşaqdan müəyyən vəsait alaraq məbləğ, onun qarşılığında o dərs kitabını kimi çıxardır. Bir də testləri çıxartdırır, verir uşaqlara. Ola bilər. Yəni, orasını bilmirəm. Yəni, mən əvvəlki mövzuların uşaqlarda olduğunu görmüşəm də. Yəni, orasını bilmirəm. Yəni, yalan deməyim, trigonometriyanı görməmişəm. Yəni, mən əsasən uşaqların ilin əvvəlindən görmüşəm ki, hamısında əllərində qaydalarını şey edir. Yəni, olur. Bəli, yəni, qayda. Yazmağı nədir? Yazmağı belə elədiyini eşitmişəm ki, ay bala, lövhədə dərsi izah edəcək, deyir ki, qeyd edin. Qayda var ha, amma misal nümunələri üzrə qeyd edin, deyir. Neyse. Orasını da bilmiyorum. Neyse. Neyse. Tangesin toplama düsturu budur. Kotangesi de yine eyni qaydanı yazılır. Kotangesi burada çok ehtiyac olmur. Olsa da yine tangesin düsturunun tersinde tətbiq edə bilərik. Və yaxud da yenə deyirəm, hardan alınır bu düsturlar? Toplama, yəni yazsaq ki, kotanges nə deməkdir? Kosinus bölü sinusdur. Tanges də bunun kimi çıxır onsuz da. Bunu belə yazıb, ortaq məxrəcə gətirəndə, məxrəcdə sinus alfa, sinus beta, sürətə fikir versəz, kosinus alfa, sinus beta və kosinus beta, sinus alfa. Yəni, sinus alfa plus beta'nın açılışı çıxmış olur ortaya.
Yəni tangens də bunun kimi əldə olunur. Yəni bunlar onsuz da əsasında toplama teoremləri durur. Qalanları bir-birindən asılı şəkildə əldə eləmək olur. Hə? Bəli. Minusda da minus, amma harada minus? Yəni biz bura minus yazdıq. Gör nə oldu? Kosinus alfa sinus beta dəqiqə. Burada beta çıx alfa olur. Ya da qabağa mənfi atmalısan. Çünki orada elə bir ki, belə olur da. Sinus beta, kosinus alfa çıxılsın kosinus beta sinus alfa. Ya gərək sinus beta minus alfa yazasan, ya da qabağa mənfi atıb sinus alfa minus beta yazasan. Onun önəmi var. Çünki orada bucağın dərəcələri veriləndə sən onu sinus 20, yoxsa mənfi sinus 20 almağın misalın davamında sənə nəsə təsir eləyəcək. Onsuz da sinus tək funksiyadır. Bala alfa ilə betanın yerini dəyişəndə əksərət olaraq o mənfi sinusun qabağına keçəcək. Yəni sinus mənfi 30 mənfi sinus 30-a bərabərdir. Sinus tək funksiya olduğu üçün deyirəm. Bunlar olur cəmin və fərqin hasilə çevrilməsi düsturları. Cəmin və fərqin. Bu düsturlar eyni adlı trigonometrik funksiyalara aiddir. Məsələn, sadələşmə tipli suallar görürük biz tutaq ki, misallarda. Belə sual görürük. Tutaq ki, bu sualı sadələşdirmək üçün biz sürətdə cəmin hasilə çevrilməsi düsturuna görə 2 sinus 3 alfa üstəgəl alfa bölü 2, burada da kosinus 3 alfa minus alfa bölü 2. Məxrəci də 2-də 1 sinus 2 alfa yazaraq, sürətdə aldıq 2 sinus 2 alfa və kosinus alfa. Buradakı sinus 2 alfalar ixtisara getdi, qaldı 4 kosinus alfa. Məsələn, belə bir misal. Səb yazım nəysə. Bu, yuxarıdakı sinusun düsturu var. Elə onu tətbiq elədim. Yəni, bu elə bir alfamız idi, bu da betamız idi. Ona görə bir dəfə bunları toplayıb yarı böldüm sinusda. Kosinusda isə bunların fərqini yarı böldüm. Yəni, o düsturu buna birbaşa tətbiq elədik. Və yaxud bunun ədədi qiymətlərlə hesablanacaq sualları da var. Məsələn, sinus 50 üstə gəlinsin sinus 40 tutaq ki. Deyir, bunu sadələşdir. Biz burada 2 sinus 50 ilə 40-ı toplayıb bölürük yarıya və yaxud da ki, çıxmasını yazın, bəyək toplama yazmışdım, burada belə çıxma yazdım. Kosinus 50 üstə gəl 40 bölünsün 2. Tutaq ki, bizdə burada sırf məqsəd sadələşmədir. Burada verdi 2 sinus 5. Orada da verdi kosinus 45. Kosinus 45-də kök 2 bölü 2 aldığı üçün sualın cavabı oldu. Kök 2 vurulsun sinus 5 dərəcə. Bayağı bir şey dediniz. Sinus alfa üstə yansın kosinus alfa kök altda 2 sinus alfa çıxılsın pi bölsün. Elə bir şey. Aha, bəli. Razıyam. Burada da o görünür. Onları, bəli. Bu çıxmasıdır. Çıxması olanda yazmışdım ki, alfa minus 45. Alfamız 50 olduğunu nəzərə alsaq, alfa çıx 45, olacaq sinus 5. 90 hesabladım ona görə. Bəli, bu bir-birini 90-a tamamlayan iki bucaq olduğu üçün onsuz da çevirmə düsturuna çevirib o düsturla da getmək olar bu sualı. Sonra hasilin cəmə çevrilməsi. 3 dənə hasilin cəmə çevrilməsi var. Sinusların hasili, kosinusların hasili və sinus ilə kosinusun hasili. Daha bunun tangesi və s. yoxdur. Bunlara aiddir. Bunlar əsasən yedirəm, blok imtahanında istifadə olunur. Deməli, sinusların hasilini çevirəndə 2-də 1 vurulsun. Kosinus alfa minus beta minus kosinus alfa plus beta. Burada olur 2-də 1 kosinus alfa minus beta üstə gəl kosinus alfa plus beta. Burada olur 2-də 1 sinus alfa minus beta üstə gəl sinus alfa plus beta. Deməli, sinusla kosinusun hasilində hər ikisi sinus olur toplananların. Birində bucaqların fərqi, birində cəm olur. Ortada da cəm olur. Kosinusların cəmi və fərqində yeganə fərq bu minus plus məsələsi. Sözdə birinci, burada önəmi olmasa da yuxarıdakıda önəm var. Birinci bucaqların fərqi yazılır, sonra cəm yazılır. Birinci cəmi, sonra fərqi yazılır, qabağa mənfi atmalıyıq.
Aydınmı? Yəni mən aşağıdakı ilə eyni cür görünsün deyənə toplamada da minusu birinci qabağa yazdım. Məsələn, bunun sadələşməsi ilə bağlı suallar tutaq ki, bizə verib ki, sinus tutaq ki 20 vurulsun sinus 40. Məsələn, belə bir sualdır. 2'də 1 vurulsun kosinus alfa ilə bettanın fərqi, yəni qoyulaq açıq yazım, 20 çıxılsın 40. Burada 40 çıx 20 yazsam da bir şey dəyişmir, çünki kosinus cüt funksiyadır. Çıxılsın kosinus 20 plus 40. O da bizə kosinus 20 çıx kosinus 60 verir. Bura plus daha. Yəni 40 ilə qarışdı bir-birinə. Deməli, burada da bizim eləyə biləcəyimiz sadələşmə, bunu vurub açaraq, o da 2'də 1 elədiyi üçün 4'də 1. Yəni bunu bu qədər sadələşdirə bilərik. İndi bu misalın davamında tutaq ki, bunun burasını verir, axırına yazırsa çıxılsın 2'də 1 kosinus 20. Biz də onu açırıq, axırda cavab mənfi 4'də 1 qalır tutaq ki, yekunlaşdı. Məsələn, ay bala, düstur tətbiqi. Alfa, beta. Alfa çıx beta, alfa üstə gəl beta. Kosinus cüt funksiya olduğu üçün kosinus mənfi 20'də elə 20'də aldığını alır. Yaz da, dedim yaz da. İndi məndə birinci alfa 20 gəlib, sonra 40 gəlib. Vurğuların yerləşində hasil dəyişmir. Yaxşı, 40 çıx 20 yaz. Nə dəyişəcək? Hansı sinusdan? İndi sən sinus, bundan danışsan, sinusdan danışsan. Ümumiyyətlə yox. Bundan danışsan, ondan danışsan. Bundan danışsan. Düzdür? Ayso. Bunu bildin. Bunu qoydu qırağa. Dayan. Səbirli ol. İndi tutaq ki, sinus 50 vurulsun kosinus məsələn 10. İndi bundan danışsan. Ayso. Bu birisindən deyil. Orada x de sinusdur. Alfa, beta hansının alfa, hansının beta olmasının fərqi yoxdur. Amma burada biri sinusdur, biri kosinusdur. Alfada, sinusdaki alfa sayılıb düsturda, kosinusdaki beta sayılıbdır. Hə? Hə. Olsun da. Bəli, olsun. Yəni sinus tək funksiya olduğu üçün olacaqdır. Yəni o artıq sinusun təkcütlüyünün məsələsidir. Biz burada faktiki olaraq yazdığımıza uyğun düsturda ədədləri qoyduq yerinə. Burada diqqət eləməliyəm ki, o alfa sinusun arqumentidir, beta kosinusun arqumentidir. Ona diqqət eləməliyəm. Yuxarıdakı ikisində fərqi yoxdur, çünki 2 vurğuda sinusdur, 2 vurğuda kosinusdur. Amma burada önəmlidir ki, hansıdır? Çünki özümüz də başa düşürük ki, biz onu tərsinə yazanda sinus da orada mənfi qabağa çıxa bilər. Ona görə bunlar önəmlidir. Yəni bunun da sadələşməsi bura qədər gəlir. Məsələn, bu hasilin cəmə çevirməsi düsturlarını gördük, görməyin. Amma məsələn, tutaq ki, bizə sinus 18 vurulsun kosinus 36 şəklində misal verilir. Bu misalın məqsədi sadələşmə. Xeyr, sinus kafiyə gəlmək üçün verilir. Bu sualın məqsədi hasili cəmə çevirmək deyil. Bu misalın məqsədi sualı kosinus 18'ə vurub bölməklə hətta 2'yə də vurub bölək ki, düstur görülsün. Surətdə verdi bir 2 sinus 18, kosinus 18 bizə verdi sinus 36'nı. Bir dənə 2'yə vuraq bölək. Yəni, vuraq bölək yerində sürətdə vuraq, məxrəcə vuraq. Bunlar da ixtisar getdi, 4'də 1 qaldı. Bu indi sinusu kosinusu 70 yapan keçir bir şey deyəməliyik. Buna gəlib çıxmayacaq 4'də 1. Yəni, bu sualların, belə suallara məqsəd nədir? Bucağın biri o birisinin 2 qatı olan suallardan söhbət gedir. Belə sualları sadələşdirməyin, yəni verilməsi məqsədi 2 qat arqument düsturudur.
Yəni burada məsələn biz hasili cəmə çevirsək də, ta ki bayaqki sinus alfa vur kosinus beta düsturuna görə çevirəsi olsa, bizim əlimizdə nə qalacaq? 2 sinus 18 üstəgəl sinus 72. Təzədən tutub onu bir də cəmi hasilə çevirəcək, yenə qayıdacaq. Yəni bunu ona çevirəndə, onu buna çevirəndə bir şey dəyişməyəcək. Amma burada 1-2 qatı olduğuna görə digərinin, tutaq ki, qabaqda kosinus 18-də olsaydı, onda mən sinus 18-ə vurub böləcəkdim. Düzdür, orada gəlib bir ədəd almayacaqdım, ifadə qalacaqdı. Çünki məxrəcdə sinus 18 olanda getməyəcəkdilər. Aydın oldu. Bunun hətta 3 dənəli variantı da olur. Bunlar blok imtahan sualı olubdur. Sinus 18, kosinus 36, kosinus 72. Bu şəkildə olanı da olur. Burada da yenə kosinus 18-ə vurub bölməklə gedirik. Bəli. 3-cü addımda olacaq. Ta ki, bura qədər bayaq sinus 72 verməmişdi. 4 sinus 72. Bir dənə də vurarsan deyənə, daha doğrusu sinus 72, bir dənə 2-yə vurarsan sinus 144 olacaq. 2-yə vurmayıb aşağıda 2-də 1 olaraq da nəzərə ala bilərsən. O 2-nin yazmayıb, sinus 18 vur kosinus 18-in qabağına 2-də 1 sinus 36-da yaza bilərsən. Bəli. Yəni 2-yə vurursan ki, düsturu daha rahat görəsən. Aydın mı? Dur, gedə bilər.